Çox maraqlı və gülməli bir video çıxdı qarşıma. Növbəti storydə onu paylaşacağım, baxarsınız. Deməli, Sumqayıtda bildiyimiz söhbətgah, yəni besetka dediyimiz bir yer təmir olunub. Məsələnin ən gülməli tərəfi isə odur ki, bu söhbətgahın açılışını eləyiblər. Yekə kişilər, nə bilim, aralarında deputatı da var, partiya nümayəndələri var, ondan sonra icra nümayəndələri var. Yəni ciddi şəkildə mən bu videoya baxanda bir anlıq elə bildim ki, ola bilər, nə bilim, Türkmenistanda baş verə bilər bu, ola bilər bu Şimali Koreyada baş verib. Amma baxdım, gördüm, yox, bu Sumqayıtda baş verib və insanlar ciddi şəkildə həmin o söhbətgahın açılışını eləyiblər. Bu açılışa çəkiliş dəvət olunub, ondan sonra ağsaqqallar dəvət olunub və hər kəs ciddi oturub orada nəsə fikir yürüdür. Dostlar, il 2025'dir, vallahi 2025-ci ildir. Etməyin belə, ayıbdır. Gülürlər bizə, vallahi gülürlər. Sumqayıt şəhər icra hakimiyyətinin dəstəyi, millət vəkili Tahir Mirkişinin təşəbbüsü, sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni söhbətgah yaradılıb. Layihə çərçivəsində əraziyə baxış keçirilib. Baxışda Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri, millət vəkili Tahir Mirkişili, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və sakinlər iştirak edib. Sakinlər yaradılan şəraitə və göstərilən diqqətə görə razılıqlarını bildiriblər.